Aziz dostlar, salam. 25 dekabr, 2 gün qalıb. Nuh peyğəmbərin dedikləri olacaqmı sizcə, yoxsa olmayacaq mı? Nuh peyğəmbərli dediğini deyəndə üzr istəyirəm, Nuh peyğəmbərli adlandırdığı Afrikalı adam var. 25 dekabrda dünya sulara bölünəcəyini deyirlər. Cəmi 2 gün qalıb. Bu vahiməli proqnoz bütün dünya danışır. Mən bunu barədə paylaşmışdım. Bu mənim proqnozum deyil. Bu həmən Afrikanın proqnozudur. Dünyaca tanınmış Simpsonlar o barədə həmən adamı paylaşır və suların həmən o görüntüləri Simpsonlarda da yer alıb. Rusiyanın hansısa bir peyk qəribə xəbərlər, siqnallar aldığını verdiğini deyilir. Və bunlar həqiqətənmi doğrudandır, bu tarixdə nələrsə olacağından mı baş verir, yoxsa bunlar hamısı bir şayə mi, yalan mı olacaq? Bunu biz 2 gündən sonra görəcəyik. Mən nə düşünürsünüz deyə, siz nə hiss edirsiniz deyə Nadim deyən insanlar var. Əziz gözəl dostlar, 24 dekabr, yəni bir gün həmən onların verdiyi proqnozdan qabaq, o hadisə olacaq dediyimizdən bir gün qabaq, 24 dekabr, yəni sabah, axşam 9-da, 21:00-da Nadim Alixanov Instagram kanalı var. Nadim Alixanov ofisial, 214 bin adam izləyirlər. Orada canlı yayım açacağım. Və kimin Instagramı yoxdursa, mütləq Instagrama yaradın, takip edin. Əgər siz kimlərsə mənim proqnozlarımı ilə izləmək istəyirsinizsə, Qarabağın, Samalyotun və bu kimi çoxlu proqnozların doğru deyən bir adam Nadim Alixanov ilə inanan kəslər varsa, təbii ki, Simpsonlarda dediğin mi olacaq? Peykdən aldığı siqnallar mı doğru olacaq? Nuh peyğəmbər adlandırdığı adamın 25 dekabrda olacaq dediğimiz dünya sulara bölünecek dediğini 8 gəmi inşa edir həmən adam. Onun dediklərimi olacaq. Mən də o dediklərimi təsdiqləyəcəm mi? Yoxsa mən başqa bir şey hiss etdiklərimi olacaq mı deyəcəm mi? Sabah sizə Instagram kanalında deyəcəm. 9:00 canlı yayımda. 2 il ərzində birinci dəfə canlı yayımda olacağım. Əgər mən görsəm ki, elə bir şey olacaq, mən susacağım, heç nə deməyəcəm. Çünki ondan sonra heç nə yoxdur, susacağım və gedəcəm ekrandan. Yox, görsəm ki, elə bir şey hiss etməyəcəm, sonra nələr olacağını öz proqnozlarımda deyəcəm. Sabaha görüşənədən əziz dostlarım, öpürəm sizə, sağ olun.